Hər birinizi salamlayıram kanalıma və videoma xoş gəlmisiniz. Bu gün nə edirik? Bu gün ölkəmizdə televiziya əfsanələri, yəni daha dəqiq desək, Azərbaycan efirlərində baş vermiş ən gülməli və ən maraqlı hadisələrə baxacağıq. Davamını istəyirik sizə videonu bəyənib aşağıdan kanalımıza abunə olmağı yaddan çıxarmayın. Çox satmadan keçdik videoya, xoş izləmələr. Darıxmışdım ölkəmizdə televiziya əfsanələri üçün. Buna görə də artıq ölkəmizdə televiziya əfsanələri tez-tez gələcək. Nə olub, yəni qəmli mahnı qoyublar arxa fonda. Şu adlı sevdiğimi gelin kötü. O şeir deyir. Maraqlı gəlir mənə bu adamın şeirləri həqiqətən. Bir iki dəfə TikTokda çıxıb qalağıma. İnanmıram da bu şeiri bu deyir də yəni. Halal olsun buna. Məni isə tənha, nə vermisən mənə dünya. Ata Gözə getdi. Mən nə görə danışdım axı? Olsun, yaxşı olar məncə. Baxaq. Baştan de deyəsən. Всё, narahat olma. Baştan de. Zor motivasiya verməyə çalışır. Mən də arada video çəkəndə çaşıram bəzi yerlərdə. Yəni o hissələri kəsib çıxarıram da videodan. Bu yazıq da. Mən kimi. adlı sevdiğimi gelin kötü. Neyi? Şu adlı sevdiğimi. Şu Nə deyir? Şu adlı sevdiyimi gəlin köçürtdüm. Nə danışır bu? Şu adlı nə deməkdir? Yəni şu hərfi ilə başlayır sevdiyinin adı. adlı sevgilimi. Ha. Sevdiğimi gelin kötü. Ha. Şu adlı sevdiğimi gəlin köçürtdün. De. İndidən həyəcanlandım, görüm bunu oxuyacaq, nə deyəcək bu? Maraqlı gəldi mənə həqiqətən. Şu adlı sevdiğimi gelin kötürdün. Məni isə tənha. Verin mahnını verin. Ata vermədin, ana vermədin. Zar gülmək istəyir, gülə bilmir ki. Yazığın birdən xətrinə zadına dəyər. Məni bülbül yaradıb qoxula gülləri demədin. Ata-ana qoxusuna həsrət eylədin. Nə vermisən mənə dünya. Ey dünya, niyə görə mən kövrəlməliyəm? Axır mən getdim artıq, videonu söndürürəm mən. Gəmlə, unuttum var. Şama sax. Zor kövrəldi həqiqətən. Neysə, bundan oxuyan olmaz neysə. Elə yaxşı ki bu hissə qutardı. Həmin oğlandı. Demisən mən nə edirəm? Mən ərə gedirəm. Bu da o şeirin bir hissəsi deyəsən. Hamı bilir ki mən ərə. Əgər qismət olsa mən ərə gedirəm. Onu mən həmişə deyim. Mən deyirəm ki, gözəlin əməliyyata getməsinə icazə verin. Mən qorxuramsa qırağa nə bilim məsləhətinə deyim. Özümdən ölçün. Bunun psixoloji problemləri var. Bu niyə görə belə gülür? Zahir da bayaq deyəsən bunun gülməyinə gülürdü. Niyə görə belə gülür? Özü danışa gülürdü, yəni danışığını da başa düşmək olmur. Məndən olsa qalsaq, doğutura yaxın getmir. Yenə uzaqdan səni yaxşı eşidirəm. Burada oturanda heç eşitmirəm səni. Qoy gedim. Qoy buradan deginə. Nə dedin sən? Dedin nətər? Deyirəm müəllim, mən qorxuramsa doktordan. Ay, buradan yaxşı eşidirəm. Hə, deməli qıraqdan da kiməsə Yəni Zahir yaxında gedəndə yavaş danışır. Zahir uzaqlaşanda daha da səsini möhkəmləşdirir ki, dediklərini Zahir eşitsin. get deməkdən yox, yəni qaç deyəlim bəlkə də ona görə. Yəni Amma mən istəyərdim gözəli daha da gözəlləşdirək. Gözəl, hə, yox. Bəli, hə. Gözəl, əməliyyata gedəcək. Kainat bir dənədir. Amma Planetlər geriyə var. çəkirsən. maddiyyət də artıq Kainat bir dənədir. Vallahi Kənd təsərrüfatı nədir? Nə deyir? Kainat deyir, kənd təsərrüfatdır. kainat. Bir dəqiqə maddiyyət o qədər Zahir da mənim kimi bunun dediklərini başa düşmür ki. Sən kainat bilirsən nədir? Bəli, bilirəm. Nədir kainat? Kasıbçılıq. Kainat kasıbçılıqdır. Yeni söz öyrəndi ya. Kainat kasıbçılıqdır. Oyda. Kainat kasıbçılıqdırsa yoxsul nədir? Kainatla kasıbçılıq sinonim sözlərdir. Kəş efirlərə də giriş üçün imtahan verəydilər. Hə, dəqiq fikirləşdi. Nə dəqiq fikirləşirəm. Birinci növbədə onun gözəlliyi mənə lazım deyil. Gözəllik üzündə doğadır, dolmadır. Yeməyəcəm ki onun üzündə. Onun gözəlliyi mənə lazım deyil. Birinci ağlı Əsas ağıldır. kamalı. Ağlı kamalı. Ailəsinin qədrini bilmək. Əlbəttə, onun Zahir getdi özündən. özündə mən insan ağılla hərəkət eləmək, düşüncə ilə hərəkət eləmək,
ailəsinin üstündə möhkəm durmaq, kimisə ayağının altına verməmək. Mən də istəmişəm ki, xoşbəxt olum. Sən ölməyəsən. Mən İnanmırsan dünya etibarsız dünya. Yeni şeir deyir deyirsən. Muğam desəydi yaxşı olardı. Şeiri belə deyirsən, muğamı daha da super deyər. Dünyadır. Atam atdı getdi, anam öldü, yar vəfasız oldu, dostlar etibarsız. İnanmırsan dünya etibarsız dünyadır. Mən saysam da saydığımı fələk saymayacaq. Böyük bir dəniz olsam, bomba düşüb dağıdacaq. Quru sahil, quru ada qalacaq. İnanmırsan dünya etibarsız dünyadır. Evet, tam burada həqiqətən deyirəm, yəni dedi də yəni. Həqiqətən də deyir dünya etibarsız dünyadır. Məndə indi maraqlı gəldi də dünya adam adda var, yəni dünya. İndi hansını deyir? Anlamadım mən. Dünyadır. İki vəfasız, inanmırsan dünya etibarsız dünyadır. Burada dünyaya babat söz atır bu. Onu axtaram da gülüm kim oxuyubdu. Boğaram onu. Nə boğarsan bu deyil, mən reket oturub yanımda. Elgizin gülüşünə çatan yoxdur da. Deyirlər ki, ay Allah, nə yaxşı qoxmaz, nə yaxşı qoxmaz. Xalq səni çox istəyir. Qurban olsun. Sən içli bilmirlər. Elgiz güləndə özünü saxlaya bilmir hələ bir. Boyda sənəti ola, yəni o səviyyədə deyil, o da ki bizim deyil, Ülvi Qılınc. Kim də kimsə ad çəkməkdə heç vaxt qorxmursan. Düzdür, sonra gəlsən üzr istəyirsən, üzr xahlıq edirsən, o da olur. Kimdən üzr istəmişəm? 79'sunuz siz, yaxşı fikirləşin. Onda sən də 80 olarsan. Həm tanıdınız, həm sevildiniz. Hə, deyə bilərəm. Necə təvəzzökar insan deyə. Bu Olanı neçə deyirəm ildə də. bir dəfə dilimə gətirməmişəm, mən o sözü. Yerinde dur, Musa buyur bak, Aha, gəldi. Bunu gözləyirdik. çay soyuyor, teri şokuyor bak, böyle olur. Bunu kim yazıb belə görəsən? Vay. Teriş aşkım hoş geldin. Niyeli boğuluş geldin. Otur yanımda. Ha, video tez qutarsaydı, yəni nəysə. Her gün yuxudan durarkən deyin, naxış xeyrisinə yaxama yapış. Kim bunu 70 kere desə, əmin ol. Bayaq dediyim kimi, efirlərə giriş kaş imtahanla olaydı. Bir videonun da sonuna gəldik. Ümid eləyirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə, videonu bəyənib aşağıdan kanalımıza abunə olmağı yaddan çıxarmayın. Gələn videolarda görüşmək ümidilə. Sağ olun, sevilirsiniz. Ay qız, bir dəqiqə deyəm də. Az bir dəqiqə deyəm onda, ay xanım. Deyəm onda bir dəqiqə də. Bu. Bir dəqiqə deyəm. Qulaq as. Naibə var. Ay nə gözəl uşaq. Ay xanım. Gəlirlər studiyaya, buradan ki, ay Allah. Ay, mənim enerjim getdi artıq. Enerjim getdi.